Salam aleyküm dəyərli izləyicilər. Bugünkü bitkimiz Spatfilium bitkisi və bu bitki haqqında daha öncə qeyd etmədiyim bəzi şeylər var ki, bitkimizi daha görünümlü, daha gözəl etməkdən ötürü bu vasitələrdə sizə inşallah bugün paylaşmağa çalışacağam. Spatfilium bitkisi çox gözəl bir bitkidir, oksijeni bol verən və evdə qulluğu asan bitkilərdən biridir. İkinci işıqda da yaşayan bir bitkilərdən biridir. Sadəcə olaraq düzgün qulluğunu etsək, inşallah onun üzərində daimi olaraq gülü olacaqdır və yarpaqları gözəl, belə böyük yarpaqları olacaqdır. Bitkimizin üzərində güllü olması və bitkimizin daimi olaraq yeni yarpaqları açmasından ötürü 3 vasitədən bugün sizə bəhs edəcəm. İlk vasitə daha öncə qeyd etmədiyim bir vasitədir ki, məlum məsələdir ki, istənilən bir bitkinin vaxtı-vaxtında budanması olmalıdır. İstər çöl bitkiləri, ağaclarımız olsun, istər ev bitkilərimiz olsun. Deməli, bitkimizdə əgər köhnə yarpaqlar varsa, solğun, artıq öz belə parlaqlığını itirmiş və yaxud da ki, qaralmış yarpaqları varsa, daha, yəni bitki sizə artıq onu bilirsiniz ki, hansı yarpaqlar daha köhnədir, hansılar daha düzdür. Bu köhnə yarpaqları budamaq olar. Məsəl üçün, biz bugün yarpaqları yox, bitkimizin, məsəl üçün, bu köhnə gül, fikir versiniz, artıq üzərində qaraları var və təmiz bir qayçı ilə, dezinfeksiya olunmuş bir qayçı ilə bitkimizin bu gülünü biz budayacağıq. Bitkimizin bu gülünü budadıq və yeni güllərə sürətlənməsində, o daha sürətli inkişafına töhfə veririk. Bitkimizdə məlum məsələdir ki, bizim bitkimiz açıq, yəni daimi olaraq kökü hardansa qidalanan bir yerdə deyil. Sadəcə onun dünyası sırf bu dibçəkdir. Bu dibçəkdə olduğu üçün budanma da şərtdir. Budanmanı edirik. Demək ki, yeni yarpaqlara, yeni güllərə deməli inkişafını sürətləndiririk. Keçirik ikinci vasitəyə. İkinci vasitəmiz bitkimizi daimi olaraq xüsusən də yaz aylarında, mart, aprel aylarında müəyyən vaxtdan bir, məsəl üçün 15 gündən bir aydan bir bitkimizdə fosfor, kalsium, kalium çatışmazlığını aradan qaldırmaq. Və bitkimiz bu zaman çiçəkləyəcəkdir və gözəl yarpaqlar açacaqlar. Deməli, biz bitkimizdə məsəl üçün fosfor ehtiyatını təmin etməkdən ötürü bir kartuşkanı yarıya böldük, sonra korkadan keçirdik və suya qatdıq. Bir gün o suda saxladıq, sonra həmin suyu bitkimizə verib bu zaman bitkimizin fosfor ehtiyatını təmin edəcək. Növbəti, əgər bitkimizdə kalsium ehtiyatını təmin etmək istəyiriksə, bu zaman yumurtanın ağından istifadə edəcəyik. Yumurtanın, deməli, bişməmiş yumurtanın ağı və yaxud da ki, yumurtanın qabığından da istifadə edə bilərik. Su ilə qarışdırdıq bu məhlulu, su dinlənmiş bir su olur və bu məhlul suda qarışdı, bir müddətdən sonra, bir gün qaldıqdan sonra bitkimizə verə bilərik. Və yaxud da ki, sarımsağın qabığı və özündən istifadə edə bilərik. Deməli, bitkimizi vaxtı-vaxtında qidalandıracağıq. Məlum məsələdir ki, bitkimiz sadəcə olaraq bu dibçəkdən ibarət olan bir həyatda yaşayır və onun qidası zamanla tükəndiyindən biz yeni qidalar ora əlavə edəcəyik. Üçüncü vasitə isə bitkimizin daimi olaraq gözəl şux görsənməsindən ötürü, çiçək açmasından ötürü bitkimiz daimi qeyd etdiyimiz kimi tropik bir iqlimdə yetişən bir bitki olduğu üçün məlum məsələdir ki, nəmişliyi sevən bir bitkidir. Və bitkimizin ucunda olan bu qaraltılar, fikir versinizsə, bunlar iki səbəbdən ola bilir. Biri, fəsil dəyişkənliyindən ola bilir. İkincisi isə artıq biz yay aylarına giririk, evdə artıq temperatur daha istidir və bu zaman başqa vaxt həftədə bir dəfə edilirsə, indi həftədə 2-3, lap lazım gəlsə hər gün hafif duş aldıracaq bitkimizə. Və bunu da keçən videolarımızda qeyd etdiyimiz kimi hafif duş aldırdığımız müddətcə bitkimiz bilməliyik ki, həmin su bitkimizin deməli torpaq təbəqəsinə getməsin. Bu zaman o su, gündəlik əgər çimzirilən su ora torpağa getsə, torpaq təbəqəsinə, bu zaman artıq islaq bir torpaq olacaqdır. Bu isə bitkimizin köklərində çürümə baş verməsinə səbəb olacaqdır. Bitkimiz, bu gün mövzunu bu bitkidən açdıq. Tək bu bitkiyə aid olan bir söhbət deyil. Bu, ümumi olaraq ev bitkilərimizə aid olandır, məsləhətlərdəndir. Xüsusən də aroikimlər bitkilərini, aroikimlər fəsiləsində bu fəsliyə aiddir. Aglonemadır, Spatfiliumdur, Dracaenadır,
Bir neçə bitkilərdir ki, Dieffenbachiyadır. Məşhur bizim otaq bitkilərimizdir. Bunların hamısına bu sinifə aid edə bilərik və xüsusən də bu bitkilərə dediyim qulluqları etsək, inşallah bizim evimizdə daimi olaraq gözəl çiçəkli güllərimiz olacaqdır. Öz-özünüzdən müğayət olun, sağ olun, sağlam qalın.